Bir gün Malla dostlarını yığır, gedirlər meşəyə dincəlməyə. Yeyib içirlər, gecəni də elə orada qalırlar. Səhər açılır, quşlar oxuyur, dostlar gərnəşə-gərnəşə yuxudan oyanır. Biri üzündə xəyalpərvər təbəssümlə deyir: "Oyda, gecə yuxuda bir kabab yemişəm, dadı hələ də damağımdadır." O biri dost ağzını marçıldadaraq dillənir: "Mən də yuxuda bir toyuq bozbaşı yeyirdim ki, gəl görəsən." Üçüncüsü sinəsinə vurur: "Sizinki nədir? Mən yuxuda plovun lap dibini qazıyırdım." Bu vaxt Malla sakitcə boğçasını açır, çörəyi, pendiri çıxarır və ciddi şəkildə deyir: "Maşallah, hamınız yuxuda yeyib doymusunuz. İndi imkan verin, bir tikədən mən yeyim, acından öldüm."